Salam əziz tələbələr, hər vaxtınız xeyir olsun. Mən informatika müəllimi Şəlalə Qoçuyeva. Bugün sizlərlə birlikdə 14 aprel 2024-cü il tarixində keçirilmiş dövlət qulluğu qəbul suallarının izahına birgə baxacağıq. Vaxt itirmədən başlayaq 56-cı sualdan. Deyir ki, fərdi məlumatlar haqqında Azərbaycan Respublikasının qanununa əsasən doğru olmayan variantı müəyyən edin. Birinci burada nəyə diqqət etməliyik? Bizə doğru olmayan variantı soruşur. İndi gedək informasiya təhlükəsizliyi nəzəriyyəsində məhz bu hissəni mən sizə xüsusən göstərəcəm. Deməli, fərdi məlumatlar haqqında bizim nəzəriyyəmizin içərisində baxın, burada ən son hissədə verilən cümlədir ki, fikir verin görün nə deyir? Deyir ki, açıq kateqoriyalı fərdi məlumatların konfidensiallığının təmin edilməsi tələb olunmur. Əslində bu qaydanı bilməyən, bu nəzəriyyəni bilməyən bir tələbə də bu sualı asanlıqla tapa bilərdi. Fikir verin C variantına. Burada deyir ki, açıq kateqoriyalı fərdi məlumatların konfidensiallığının təmin edilməsi tələb olunur. Bu açıq kateqoriyalıdırsa, bunun konfidensiallığı, yəni məxfiliyi necə təmin edilsin, necə tələb olunsun? Yəni nəzəriyyəni bilməyən bir tələbə də bunu məntiqlə tapa bilərdi. Bəs konfidensial fərdi məlumatın xüsusiyyəti nədir? Burada deyirik ki, qanunvericiliklə nəzərdə tutulmuş tələblərə uyğun olaraq və yaxud da ki, qanunla müəyyən olunmuş hallar istisna olaraq üçüncü şəxslərə yalnız subyektin razılığı varsa, o zaman sizin məlumatlarınız verilə bilər. Amma açıq kateqoriyalı fərdi məlumatın məxfiliyinin təmin olunması tələb olunmur. C-də tələb olunur dediyi üçün bu yanlışdır. Bizdən də elə yanlışı soruşur. Keçdi 57-yə. Sistemə daxil olmanı reallaşdırmaq üçün subyektə unikal adın, obrazın və ya qiymətin mənimsədilməsi aşağıdakılardan hansıdır? Bu da bizim nəzəriyyəmizdə yer alır. Sistemə girişin biz demişik ki, 3 mərhələsi var. İdentifikasiya, autentifikasiya və avtorizasiya. Demişdim ki, əgər cümlədə eyniləşdirmə görürsünüzsə, unikal görürsünüzsə, təkrarlanmayan sözü görürsünüzsə, bu identifikasiyanın açar sözləridir. Bizə də cümlədə nə deyir? Unikal sözü var. Fikir verin. Deməli, bu nədir? İdentifikasiya. Keçdi 58-ə. A1, B1, B2, B3 və C1 xanalarının cəmini hansı düsturla tapmaq olar? Deməli, cəm deyirsə, hökmən burada sum funksiyası olmalıdır. Elə bütün variantlarda da onsuz da sum var. Aha, məndən nə istəyir? Ancaq və ancaq A1-i, B1-i, B2, B3-ü və C1-i. İndi gəlin variantlarımıza baxaq. A-da deyir ki, sum A1-dən C3-ə qədər. A1, C3 nə deməkdir? Bunun içində var A1, A2, A3, sonra B1, B2, B3, C1, C2, C3. Görün heç mənə məsələnin şərtində verilənlərdən. Bunun oxşarlığı varmı? Bəli, oxşar olanlar var. Amma A-dakı mənə artıq xanaları da hesabladır bu cəmin içində. Amma mənə məsələnin şərti konkret olaraq bu xanaların cəmini istəyir. Ona görə A yanlışdır. B-də deyir ki, sum A1, C1 diapazonu. A1, C1 diapazonunda nə var? A1, B1 və C1. B2, B3 diapazonunda nə var bəs? B2 ilə B3. Həqiqətən də bunu sum eləsək, yəni cəmləsək, bizə məsələnin şərtindəki xanaların cəmini verir. B doğrudur. C-də sum A1, C1 deyir. Bu gedir A1-i, B1-i, C1-i cəmləyir. Bəs B2 ilə B3 hara getdi? C bu cəhətinə görə səhvdir. D-də də deyir ki, A1, B3 diapazonunu cəmlə, üstünə də C1 gəl. A1, B3 diapazonunda A1, A2, A3, B1, B2, B3 xanalar var. Axı bu mənə məsələnin şərtində olan xanalardan daha artığını verir. Ona görə D yanlışdır. Doğru cavab B. 59. Mobil cihaz proqram təminatlarından təhlükəsiz istifadə ilə bağlı doğru olan variantları müəyyən edin. Gəlin baxaq. Birdə deyir ki, quraşdırılan mobil tətbiqin tələb etdiyi icazələrin təyinatına uyğun olub olmaması nəzərə alınmalıdır. Bəli, deyək ki, siz hər hansı bir tətbiq endirmisiniz, mobil tətbiq. Həmin mobil
sizdən icazələr istəyir də, məsələn, qaleriya, kontaktda və yaxud da mikrofona. Siz bir yoxlamalısınız ki, sizin bu tətbiqiniz həqiqətən bu icazəni istifadə edir. Yəni bunun təyinatına uyğundurmu? Məsələn, Photoshop proqramı endirmisiniz. Photoshop niyə sizin kontaktınıza məsələn giriş eləsin? Niyə o icazəni istəsin? Və niyə sizin konum icazəni, yəni location icazənizi istəsin? Yəni ona görə təyinatına uyğun olub olmama nəzərə alınmalıdır. Daha sonra əlbəttə ki, təyinatına uyğun olmayan icazələr də vermək olmaz. 2-də deyir ki, tətbiq marketindən tətbiq yükləyən zaman onun reytinqi və reputasiyası ətraflı dəyərləndirməlidir. Bu nə deməkdir? O proqram tətbiq marketi nədir? Məsələn, Play Market və ya App Store. Proqram endirəndə görürsünüz, proqramın kənarında ulduzlar olur. 4 ulduz, 5 ulduz, 3 ulduz və bir də orada istifadəçilərin şərhləri olur. Bax, bu reytinq, reputasiya deyəndə bunlar nəzərə alınır. Əlbəttə, biz də proqram endirəndə bir oradakı rəylərə baxırıq, sonra bir ulduzlara baxırıq, görək bunun reytinqi nə qədərdir. Bunun əsasən biz özümüz üçün bir proqram endiririk. 2 doğrudur. 3-də deyir ki, sistemə tətbiq marketindən kənar mənbələrdə mobil tətbiq quraşdırmaq risklidir. Bəli, niyə? Çünki tətbiq marketi etibarlı bir mənbədir bizə tətbiq endirmək üçün. Artıq kənar mənbələr biraz informasiya təhlükəsizliyi cəhətdən risklidir. Bu da doğru fikirdir. 4-də deyir ki, mobil cihazlarda antivirus tipli tətbiqlərin istifadəsinə ehtiyac yoxdur. Əksinə, antivirusa ehtiyac var. 4 yanlışdır. 5-də deyir, bir mobil tətbiqin geolaksiya, kamera və mikrofon kimi özəllikləri icazə istəməsi bir mənalı oluraq onun mobil troyan olduğu mənasına gəlir. Niyə ki, WhatsApp-ın özü də geolaksiyada, kamerada, mikrofona da icazə istəyir. Deməli, WhatsApp troyandır. Xeyr, bu yanlış fikirdir. Hələ ki 1, 2, 3 doğrudur. 6-da deyir ki, internetə çıxışı olmayan mobil tətbiqin istifadəsi heç bir risk daşımır. Yox, daşıya bilər. Məsələn, telefon fiziki bir zərər görə bilər də, məsələn, oğurlana bilər, itə bilər. Yəni, bu da bizim informasiyalarımız cəhətdən təhlükəlidir, risklidir. Yəni, 6 yanlışdır. Doğru olan 1, 2, 3 elə B variantı. 60-a baxaq, daxili yaddaş qurğularını müəyyən edin. Demişəm ki, hansı yaddaşın içində böyük D hərfi varsa, bu xarici yaddaş qurğusudur. Baxın, 1-də FDD var, deməli bu xaricidir. 4-də böyük D var, xaricidir. 1 ilə 4-ü variantlardan çıxsam, elə doğru cavab qalır A variantı. RAM, ROM və cache yaddaş daxilidir. Bir də streamer xarici yaddaş qurğusudur. 61. Seçilmiş mətnin soldan düzləndirilməsi üçün hansı klaviatura kombinasiyasından istifadə olunur? Sol ingilis dilində left deməkdir. Soldan da düzləndirmək Ctrl L. Doğru cavab A variantı. 62. Mütləq ünvanlaşdırmada hansı simvoldan istifadə olunur? Mütləq ünvanda dollar işarəsi D variantı. 63. Kursorun olduğu yerdə digər mövcud Word faylının yerləşdirilməsi hansı tabdan həyata keçirilir? Məsələn, deyək ki, mənim belə bir sənədim var. İndi məsələn, kursoru deyək yerləşdirmişəm bura, əlçatanlığın yanına. İndi mən istəyirəm ki, kursorun olduğu bu yerə tutalım ki, gətirim Windows'un testini yerləşdirim. Bunun üçün Insert tabına daxil oluruq. Burada text qrupunda object deyə bir əmrimiz var. Bu objectin içərisində text from file var. Buna klik edirsiniz və kompüterin yaddaşından hansı faylı sizə lazımdırsa gətirib bura yerləşdirirsiniz. Məsələn, deyək, dərs 4-də möhkəmləndirmə sınağı. Baxın, bu formada gətirib yerləşdirdim kursorun olduğu yerə başqa bir mövcud Word faylımı. Hardan oldu bu? Insert tabı, text qrupu, object əmri. Bu bir növ nəyə bənzəyir? OLE texnologiyasına bənzəyir. Bizdən hansı tabdan həyata keçirildiyini soruşur insert tabı. 64-də baxaq. Replace dialoq pəncərəsinin köməyi ilə nəyi həyata keçirmək mümkündür? Baxın, Replace dialoq pəncərəsi, söhbət bu pəncərədən gedir. Və burada fikir verin, həm burada Replace əmri var, həm də burada Replace all əmri var. Replace ümumiyyətlə nədir? Bir mətn fraqmentini başqa bir mətn fraqmenti ilə əvəz etmək üçün istifadə olunan bir əmrdir. A-da deyir ki, slaydı slaydla əvəz edir, yanlışdır. B-də deyir şriftin ölçüsünü dəyişir, bunun aidiyyatı yoxdur. C-də deyir mətn şriftini başqa şriftlə əvəz edir, şrifti yox, mətnin özünü əvəz edir.
A, B, C getdi. D-də deyir ki, cari slaydda mətnin registrını dəyişir. Bunda aidiyyatı yoxdur. Y-də deyir ki, tapılmış mətn hissəsini həm cari slaydda, niyə cari? Çünki burada replace var, həm cari slaydda, həm də bütün təqdimatda. Bəli, replace all bütöv təqdimatda yenisi ilə əvəz edir. Mətni mətnlə əvəz edir. Doğru cavab Y variantı. 65. Makrovirusların əsas xüsusiyyəti nədir? Demişəm ki, bunu M hərfi ilə yadda saxlayın. Makrovirus Microsoft Office sistemində hazırlanan sənədlər yoxdur. M. 66. Lint interfeys üzərinə hərflər gətirərək onlarla işi sadələşdirən, klaviaturadan işləmə şəraitini yaradan düymə. Fikir verin, bax siz də bu şəkildəki vəziyyəti yaradan düyməni soruşur. Bunu biz iki cür eləyə bilərik. Ya klaviaturadakı alt düyməsi ilə, baxın, altı klik elədim, arxa fonda bu tabların, əmrlərin üzərində type keylər aktivləşdi. Ya da funksional düymələrdən bir dəqiqə F10 düyməsi. Ya alt, ya da F10. Bu ikisindən birindən həyata keçirə bilərsiniz. Bizdə də variantda F10 var, F10. F10 olmasaydı, alt olsaydı, altı da götürə bilərdiniz. 67. Pəncərə başlığının köməyi ilə nəyə yerinə yetirmək olmur? Məsələn, deyək ki, mənim belə bir pəncərəm var. Fikir verin, pəncərə başlığım, title barımda nələr var? Sağ yuxarı küncdə pəncərəni idarə etmə düymələri, sol yuxarı küncdə cəhd müraciət paneli və bu başlıq sətrin üzərində mouse'un sağ düyməsini klik eləyəndə belə bir menyu açılır. Burada da nə etmək olar? Yenə də pəncərənin idarə edilməsi, restart, minimize, maximize, move ilə pəncərənin yer dəyişməsi, size ilə ölçüsünün dəyişdirilməsi, close ilə də pəncərənin bağlanması. Gəlin görək variantlarımızda nə deyir? Deməli, B-də deyir pəncərəni yığmaq. Bəli, minimize düyməsi ilə pəncərəni yığa bilərəm. C-də deyir ekrandakı pəncərənin yerini dəyişmək. Baxın, dedi ki, pəncərə başlığının üzərində mouse'un sağ düyməsini klik edəndə move əmri var. Move ilə yer dəyişimi eləyə bilərik. D-də deyir pəncərəni bağlamaq. Bəli, close düyməsi ilə pəncərəni bağlaya bilərəm. Y-də deyir ki, biraz bu sualda A və Y variantları biraz adamı çaşdırır. Ancaq ki, biz pəncərə başlığının üzərinə belə deyim, klik eləməklə pəncərəni aktivləşdirə bilərik. Amma açıq pəncərələri nizamlamaq pəncərə başlığından artıq mümkün olmayacaq. Doğru cavab A variantı. 68. D3 xanasındakı olan düstur D4 xanasına köçürülərsə, D4 xanasındakı nəticəni müəyyən edin. Baxın, bunu necə öyrənirik? D3-dəyəm mən hal-hazırda. Getməliyəm D4-də. D3 ilə D4-ün arasındakı fərq nədir? Bir dənə sətir nömrələri fərqlidir. 3 üydü olub 4. Deməli, sətir nömrəsi neyini? Bir vahid artıb. Burada da onun kimi. Siz D3-ə nə yazılıb? Bax, elə bilin ki, D3 adamdır. Bu düstur da onun kölgəsidir. Adam hara gedirsə, onun kölgəsi də onu izləyib gəlməlidir. D3, D4-də gedəndə sətri bir vahid artıbsa, deməli sizin bu düsturunuzda D3-dən D4-ə gedəndə sətr nömrəsi bir vahid artmalıdır. Olacaq B4, çıxılsın C4. Doğru cavab A variantı. Daha sonra 69. Sərt diskdən silinmiş faylın bərpası ilə bağlı doğru fikir, mülahizəni seçin. Biz demişik ki, silməni həyata keçirmək üçün ya delete ya da Ctrl-D düymə kombinasiyasından istifadə etmək olar. Ancaq əgər obyekt Shift-Delete düymə kombinasiyası ilə silinibsə, o zaman artıq loru dildə bu yerli dibli silinib. Artıq bunun bərpası mümkün deyil. Bizdən də nəyə soruşur? Deyir, sərt diskdən silinmiş faylın bərpası ilə doğru fikri seçin. B variantına baxın. Deyir, əgər silinən zaman shift düyməsi basılmayıbsa, bərpa etmək olar. Bəli, çünki shift düyməsi basılarsa, onda bərpa etmək olmaz. Amma shift düyməsi basılmayıbsa, o zaman bərpa etmək olar. Ona görə doğru fikrimiz B variantı. Daha sonra keçək 70-ci sual. 70-ci sualla deyir, açıq sistemlərin qarşılıqlı əlaqə sistemi nədir? Bu, əlbəttə ki, OECD şəbəkə sualı. Və sonuncu sualımız BA kateqoriyasının sualı. Page setup dialoq pəncərəsinə məxsus tab vərəqləri hansıdır? Deməli, Word-a daxil olsaq, layout tabındakı Page setup qrupunu sağ aşağı küncündəki oxu klik elədiyimiz zaman belə bir dialoq pəncərəsi açılır. Və burada da 3 dənə alt pəncərə var. Margins, Paper
və layout. Burada mərcins var, paper var və layout var. Bizdən də soruşur ki, məxsus olanlar hansılardır? 3, 4, 6 olacaq bizim doğru cavabımız. Bundan da qəbul izahımız yekunlaşdı. Yenə də sizə qaranlıq qalan bir sual olarsa, videonun rəy hissəsində bildirərsiniz. Hər birinizə uğurlar.